İki qonşu 3 otaqlıq ilə üzbəüz də 2 ev var. Bunun biri 2 otaqlıdır, bunu ayrıca çəkəcəm. Biri 3 otaqlıdır. Bu fərqli bir 3 otaqlıdır. Nəyə görə? Kvadrat hesabı ilə uyğun ola bilər, amma bu daha yel çəkən evdir. Baxın, girən kimi sağda bir yataq otağı var. Bu da o birisi evin biri kimi həyətə, yaşıllığa, digər binalarla birlikdə olan ortaq həyətə baxır. Amma bunun elə planlanıb ki, indi göstərəcəm sizə. Hamam, ikinci sanitar qovşaq, mətbəxdə həyətə baxır. Bu bir yataq otağı, bu da həyətə baxır. Bu isə qonaq otağıdır. Bu qonaq otağı baxır məscidə tərəf, əsas küçüyə. Baxın, görürsünüz. Elə bil ki, o 2 otaqlının birinin, bax, bura düşür də. Bunun 3 otağı düşür. Fərqli istiqamətə baxışa. Qarşıdakı 3 otaqlı mənzillərin biri tam həyətə baxır, biri tam məscidə tərəf baxır. İndi o baş pəncərələri çıxmaq şərti ilə. Bu 3 otaqlının isə 2 otağı və mətbəxi baxır həyətə, bir otağı baxır məscidə tərəf. Buradan çıxaq, indi sizə 2 otaqlını göstərəcəm.